Salam əziz izləyicilər, gəlin 2025-in son videosundan belə bir sual nizamına baxaq. Bizə verir ki, A kiçikdir 0 kiçikdir B olarsa, modulda üstəgəl, modulda B çıxılsın A, üstəgəl A kök altında B kvadratı, üstəgəl B kök altında A kvadratı ifadəsini sadələşdirin. İndi baxaq. Burada bizə verdiyinə görə B müsbətdir. A sıfırdan kiçikdir, demək mənfidir. Həmçinin B A-dan böyükdür. İndi yazaq. Kök altına üstəgəl B çıxılsın A modulda, üstəgəl A kök altında B kvadratı, üstəgəl B kök altında A kvadratı bərabərdir. İndi baxaq. A mənfi olduğuna görə moduldan mənfi çıxır. Onda olur mənfi A, üstəgəl B çıxılsın A. B A-dan böyük olduğuna görə B-dən A çıxanda müsbət edəcək. Demək, moduldan özü kimi çıxacaq. Burada görürük ki, kök cüt dərəcədəndir. Cüt dərəcədən kök həmişə modulda çıxırdı. Yəni A modulda B. Üstəgəl, burada da cüt dərəcədən olduğuna görə B modulda A bərabərdir. İndi sadələşdirək. B çıxılsın 2A. Üstəgəlinsin. Buradan görürük ki, yenə modulda B-dir. B müsbət olduğuna görə moduldan da müsbət çıxacaq. Yəni AB olacaq. Üstəgəl, burada görürük ki, A mənfidir. A mənfidirsə, moduldan da mənfi çıxacaq. Olacaq mənfi AB. İndi bunlar islah olunur. Qalır B çıxılsın 2A. Yəni cavab A variantı.